Salam uşaqlar, səhifə 19-u izah edirəm. 19-cu məsələyə baxırıq. Abunə olmağı unutmayın. Baxaq, bir məntəqədən eyni zamanda əks istiqamətdə iki motosikletçi yola düşdü. Motosikletçilərdən birinin sürəti o birinin sürətindən bu qədər çoxdur. Motosikletçilər sürətlərini dəyişmədən hərəkət etməklə 1 saat sonra aralarındakı məsafə 102 kilometr oldu. Demək, biz nə etməliyik? Tənlik yaratmalıyıq. Yəni, saat 1-dir də. Burada zaman 1-dir. Baxırıq. Sürət üstünü necədir? V bərabərdir. S bölünsün T. S bölünsün T. İndi baxırıq. 19-cuda. Deyir ki, 2 dənə motosikletçi var. Birinci motosikletçi, bu da ikinci motosiklet. Biri o birindən 12 km/saat çoxdur. Biri x olanda biri də x toplu 12 olur. Və bunların arasındakı saat da hərəkət etməyə 1 saatdır. Yəni, bunu 1-ə bölsə yenə bu eləyəcək və bunu 1-ə bölsə yenə 1 eləyəcək. Oldu mu? Sürətlə dəyişmədən hərəkət etməklə aralarındakı məsafə. Bunları toplayıram, bərabər edirəm 102-yə. X-dən X-ə topladıq, 2x, gəl 12, bərabərdir 102. 2x bərabərdir 90, x də bərabərdir 45. Demək, bu 45 olanda, bu da 12 çox deyir, o da 57 olur. Oldu mu uşaqlar? Baxın, birinciyi nə götürmüşdü? X. Demək, bu 45-dir. Tapdıq axı, 45-dir. İkinci də bundan deyir 12 km/saat böyükdür. Yəni 45 üstə gəl 12. 57. Birincinin sürəti 45 km/saatdır. İkincisinin də 57 saat. Keçirik məsələ 20-yə. Bir şəhərdə eyni zamanda əks istiqamətdə 2 avtomobil yola düşdü. 4 saatdan sonra avtomobillər arasındakı məsafə bu qədərdir. Avtomobillərin sürətlərinin hər birinin sürəti budur. Yenə də baxırıq. İkincinin sürəti verilmir. V1-i verib 76. V2-ni verməyib. Sual qoyuruq. Aralarındakı məsafə neynirik? 680 qoyacaq uşaqlar. Demək, 76-nı böləcəm 4-ə, vuracam 4-ə, sürəti soruşur. Sürəti budur. Vuracam 4-ə, 76 vur 4, üstə gəl 4 vur x. 76-nı 4-ə vuranda neçə eləyir? 24, 2 yadda 8, 304. Üstə gəl 4x bərabər 680. 4x bərabər 680-dən çıxıram 304-ü. 4x bərabərdir 6, 7, bu da 3. İndi 37-ni 9 dəfə, 376-nın bölürəm 4-ə. 36, 16-nı da 4-ə 4. Nə elədi? 94. Demək, ikincinin sürəti, bax, bu V2-dir də, yəni belə yazdım, X yazdım. Onun da sürəti nə elədi? 94 elədim. İndi keçirək 21-ə. Aralarındakı məsafə budur. 2 qəsəbədən, yəni bunların общий cavabı 31,5-dir. Eyni zamanda qarşı-qarşıya 2 velosipedçi yola düşdü. Onların arasındakı saat budur. 1,5 saat. Birinin sürəti o birindən 3 km. Biri x olanda uşaqlar. Biri də deyir bundan 3 km/saat çoxdur. Yəni x toplu 3 olur. Və deyir ki, bunların arasındakı saat nədir? 1,5. Yəni mən buranı 1,5-ə vuracam və buranı da 1,5-ə vuracam.
Ve bunların toplam bir yeri ne kadardı? Yol 31,5'ti. Vururam. 1,5 x üstə gəlinsin. Bunun mötəzəyə açanda ne olur? Belə eləyək. Buradan yazacağım. 1,5 x'e vuranda 1,5 x üstə gəlinsin. 1,5'i 3'e vuranda 4,5. 1,5'in 1,3 x üstə gəl 4,5 bərabərdir 31,5'e. 3x bərabərdir 31'dən də 4 çıxır 27. X də bərabərdir 9. İndi hər birinin sürətini tapırıq. 9'u 1,5'e vuracağım uşaqlar. Yox. Sürəti soruşur. Tək x biz birinci sürət elə qədərdir? 1,9. Bu da deyir bundan 3 kilometr çox. O da ne elədi? 12. Cavabımız 9 və 12. Yirmi ikiye baxırıq. Aralarındaki məsafə 35'dir. Eyni zamanda qarşı-qarşıya piyada və velosipedçi yoladır. Velosipedçi sürəti piyada sürəti ilə 4 dəfə çoxdur. Sürəti birinci sürəti velosipedçi yazın, bir də piyadanı. Velosipedçi sürəti piyada sürəti ilə 4 vur x olur da. Bundan 4 dəfə çoxdur. Hərəkətə başladıqdan sonra 2 saat sonra onlar görüşdülər. Vur 2 yazaram. Vur 2 yazaram. Və bunlar arasındakı məsafə nə qədərdir? 35'dir. Bu da 8x üstə gəl 10. 5 2x olur da. Bir dəqiqə prama yazdım. Bax bu da. Bu 8x'dir. Bu da 2x'dir. Bərabərdir 35'e. 10x bərabərdir 35'e. X də bərabərdir 3,5. Demək, bizə nə lazımdır? Biz sürətləri, hər ikisinin sürəti, sürətlərin biri o birindən nə qədərdir? 4 dəfə çox. Baxın, bu x olanda bunun sürəti bunun isə 4 vur x olur. Demək, piyadanın sürətini tapıram. Piyadanın sürəti nə qədər olur? Tək x-dır deyə 3,5. Deyir ki, velosipedçi piyadadan 4 dəfə çox. Velosipedçi piyadadan 4 dəfə çox. 3,5'i vururam nəyə? 4'ə. O da nə elədi? Cavab 14. Piyadada 3,5'dir. O birisində isə 14. Keçirəm 23'ə. Geçeceğim 23'e. Velosipedçinin, motosikletçinin sürəti, velosipedçinin sürətindən motosikletçi və velosipedçi var. Deyir ki, velosipedçinin sürətindən 4,5 dəfə çoxdur motosikletçi. Yəni 4,5 vur x-dir. Bir məntəqədən eyni zamanda, eyni istiqamətdə yola düşən motosiklet və velosipedçi saatları nədir? 1,5, 1,2. Vururam 1,2'ye, vururam 1,2'ye. Bunlar arasındaki məsafə nə qədərdir uşaqlar? 50,4'dür. Belə eləyək. 45'i 12'ye vururam. 10, 9, 5, bu da 4, 14, 54. Belirli 5,4. Bura nə etdi? 5,4. Bu 1,2 x-dir. Bu da 5,4'dür. X-dir.
Bərabərdə 50,4. Aha, belə eləyirik. 504'ü 66'ya bölmək olurmu? Baxın, qarşı qarşıya. Yola düşdü. Bunlar arasında bir məntəqə eyni zamanda eyni istiqamət. Eyni istiqamət uşaqlar. Onda eyni istiqamət soruşur. Niyə sildim oranı? 5,4'dür bura. 4,5'i vurduq 1,2'yə. Baxın, bura 1,2 idi. Bu da 5,4. Çıxırıq 1,2x bərabərdə 50,4. 2, 4,2x bərabərdir 50,4. Aha, 50,4. Yəni vergiden sonra bir ədəd var. Vergiden sonra bir ədəd var uşaqlar. Eyni olanda 504 böl 42 deməkdir. Bir dənə 42, 84, o da 2. Nə elədi? X-imiz 12. Cavabımız 12 oldu. X-imiz eyni istiqamət olanda uşaqlar çıxırıq. Böyükdən kiçik. Böyüyümüz burada motosikletçidir axı. İndi velosipedin sürəti nə qədər idi? Tək x idi. Ona görə 12 oldu. Və motosikletçi ondan neçə dəfə çoxdur? 4,5 çoxdur. 4,5'i də vururam nəyə? 12'yə. 12 vurursan 45 və bir dənə qoyacağım. 10, 1 yadda 6, 8, bu da 4. Aha, vergüldən sonra bir dənə 0 olur, o da 54. Demək, motosikletçinin sürəti 54, velosipedçinin sürəti isə 12'dir. Yirmi dördə baxıram. Qarşı qarşıya piyada gəldi. Motosikletçinin piyadanın sürətindən 9 dəfə çoxdur. Bir motosikletçi var, bir də piyada var. Sürəti piyadanın sürətindən 9 dəfə böyükdür. Bunlar 3 saatdır. Bu da 3'dür. Bu da 3'dür. 15 oldu deyir. Aha, deyəmi? Qalan məsafə 15 oldu. Demək, nə qədər 141 idi, 15'ini çıxıram kənarda. Nə elədi? 6, 126. Demək, bura nə elədi? 126. Bunlar baxırıq. 27x. Bu da 3x. Baxırıq. Nə elədi? 30, 126. 30x bərabərdir 126. X də bərabər 126'nı 30'a bölürəm. 4, bu da 2, o da 4,2. Cavabımız 4,2 oldu. Piyadanın cavabı nə oldu? 4,2. Burada isə deyir bundan 9 dəfə çox. Nə qədər çoxdur? 9 dəfə çoxdur.
4,2'ni də vururam nəyə? 9'a. 18, 1 yadda 36, 37. Nə elədik? Motosikletçi oldu 37,8. Piyada tək x idi. O da oldu 4,2. Keçirəm 25'ə. Katerin öz sürəti çayın axma sürətindən 9 dəfə çoxdur. Kater çayın axınına qarşı bu qədər sahədə bu qədər yol getdi. Öz sürətin çayın axma sürətini tapaq. Deyir ki, axma sürətindən öz sürəti bir də axma sürəti var ki, öz sürəti deyir axma sürətindən 9 dəfə çoxdur. 9 x-dir. Axma sürətindən bu qədər çoxdur. İndi deyir ki, bu qədər yola bu qədər getdi. Onda nə edirik? 48'i bölürəm nəyə? 2,5'ə. Yəqindən sonra bir ədəd var. Ona görə bura gəlir. 480 bölü 25 olur. Bir dəfə 230'u 480'i bölürəm 25'ə. 23 bölümü baxırıq. 8 dəfə olanda 9 dəfə olanda 9'a vursaq baxaq ora 45 4 yadda 22 burada 5 qalır bölünmür deyə 0 atıram 2 19,2 demək 25'də 19,2 bunun nə edirəm? 19,2 8x bərabər 19,2 19,2'ni bölürəm 8'ə 16 32'ni də 8'ə 4 nə elədi? 2,4 demək x-imiz nə oldu? 2,4 demək axma sürəti olur 2,4 çayın axma sürəti 2,4 katerin öz sürəti isə vuracam 2,4'ü nəyə vuracam? 9'a 36 3 yadda 18 3 yadda da 21 nə alındı? 21,6 demək öz sürəti nə elədi? 21,6 axma sürəti isə 2,4 oldu. İndi keçirik 26'ya. Öz sürəti çayın axma sürətindən 8 dəfə çoxdur. Öz sürəti axma sürətindən 8 dəfə çoxdur. 8x yazıram. Axını ilə 2,8 46,8'i böləcəm 2'yə. Sürəti tapıram. 2, 3 və 4. Oldu mu? İndi deyir ki, axını ilə gedərsən. Axınına qarşı. Deyəndə nə olur? 23 tam onda 4. Çıxırıq. 7x bərabərdir. 23 tam onda 4. Burada
Axına 9 axını ilə bu qədər öz sürətini tapın deyir. Böldük. Nə elədi? 2 dəfə 18, 54, o da nə elədi? 2,6. İndi burada nə idi? Axma sürət. Axma sürəti oldu 2,6-da. Öz sürəsi baxın 8 dəfə çox. 2,6-nı vururam 8-ə. 48, 4 yadda, 16, o da 20. Nə elədi? 20,8. Biri 2,6-dır, digər də 20,8. 27-yi keçirəm. 27. Yer parçasının düzbucaqlı şəklində olan yer parçasının eyni uzunluğundan baxın, düzbucaqlı şəkildə göstərək. Eyni uzunluğundan 90 metr kiçikdirsə, bu 90 metr böyükdür deməkdir. Ətrafına çəkilmiş çəpərin uzunluğu, yəni baxın, buradan çəpər çəkilir. Baxın, belə gedir də. Bu nə deməkdir çəpər? Perimetr deməkdir də. Yəni bu x-dirsə, bu da x topla 90. Və bunların perimetri nəyə bərabərdir? 504-ə. Gəlin toplayalım. X topla 90. Üstə x topla 90. Üstə gəl x. Üstə gəl x. Bərabərdir 504-ə. 4x üstə gəl 180, 504, 4x bərabərdir 4, 10-dan 8, 2, 4-dən də 1, 3. Aha, 81. Cavabımız nə oldu? 81. İndi deyir ki, onun sahəsini tapın. Bura x-imiz oldu 81. Burada baxın. Eyni düzbucaqlını çəkirəm. Tək x olan nədir? 81, onda oldu eyni. Bundan 90 vahid böyük olanda nə olur? 171. Baxın 81-in üzərinə 90 gəlirəm də. 171. Demək burada 81, bu da 171. Bizə nəyi soruşur? Sahəni soruşur. Aha, onda vurmalıyıq. Sahə deyəndə nə edirik? 81-ə vurur 171-ə. Gəlin burada vurum. 171-i vururam 81-ə. 1, 7, 1. Üstə gəl 8, 56, 5, 13. 1, 15, 8, 3, 1. Nə alındı? 13.851. Sahə 13.851. Katerin öz sürəti çayın axma sürətindən 22 km/saat çoxdur. Kater çayın axını ilə bu qədər getdi. Demək, biz bunun sürətini tapaq. 84-ü əvvəlcə 3-ə bölək. 2 dəfə yerləşi 24, o da 24, 3-ə 8. Aha, oldu. İndi deyir ki, bu qədər deyir çoxdur. Biri x olanda digər nədir? X topla 22-dir. Və bunların bir yerdə nə qədərdir? 28-dir. 28-dir. Bəli. Aha. İndi deyir 2x bərabərdir 6 və 3.
dəqiqə. Katerin öz sürəti bundan bu qədər çoxdur. Sürəti. Ay, burada verib uşaqlar, burada verib. Öz sürəti çayın axma sürətinə bu qədərdir. Axını ilə bu qədər yol gedir. Demək 24-dür. 28-dir. 28-dir. Bu da 22-dir. Aha. Aha, demək, nə elədi? 3 aldıq. İndi deyir ki, katerin axınına qarşı sürəti 22. Aha. Iyirmi səkkizdən çıxacam. Nə qədər idi o? 28-dən çıxacam. Bir axınına qarşı 3-ü çıxacam. Yenə də 3-ü çıxacam. O da nə elədi? 25, 25-dən də 3, 22. 29-a baxırıq. Deyir ki, 1 kiloqram yağın qiyməti budur. 1 kiloqram kalbasanın qiyməti isə 9,5-dir. Alıcı müəyyən miqdar kalbasa bundan yağ alıbsa. 1 kilosu budur, yağın qiyməti. Kalbasanınki də budur. İndi deyir ki, alıcı müəyyən qədər kalbasa alıb. Bilmirik nə qədər alıb da. Bundan 2 dəfə çox. Baxın, kalbasa bir də yağ var. Bundan kalbasanı bilmirik, X-da deyir. Bundan 2 dəfə çox da bunu alıb. Və cəmi 93 ödəyib. İndi bunun qiyməti nə qədərdir? Yağın qiyməti. Baxın, yağın qiyməti 18,5-dir. Vururam 18,5. Topla qoyuram. Kalbasanın qiyməti nədir? 9,5-dir. Vururam 9,5. Bunun buna vuranda nə eləyir? 36, o da 37 eləyir. 9,5x təgər 37 bərabərdir 93x daha. Aha, 37x. İndi belə eləyirik. 37 ilə 9,5-i toplayanda nə verir? Aha, 5 eləyir. 16, bir də 46,5. Nə eləyir? Bərabərdir 93-ə. İndi 930-dur da. Baxın, verginozun bir ədəddir. Bunun yanına 0 gəlir. Demək, 465x bərabərdir 930. Aha, 2 olur 2 də deyəsən. 930-u 465-ə böləndə 2 eləyirmi? Aha, düzdür, 2. Cavabımız 2 oldu. Demək, tək x-imiz olan nədir? Kalbasa. Kalbasa nə qədərdir? Alıcı müəyyən qədər kalbasa. X-imiz olan, demək, kalbasadan 2 kilo alıb. Bundan da 2 dəfə çox da yağ alıb. Onda da olur 4. 4 kiloqram da yağ. Cavabımız kalbasa 2, yağ da 4 kilo.